Qubadlı rayon polis şöbəsində Azərbaycan polisinin yaranmasının 107-ci il dönümü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun Mirağa Əliyev adına Xalq Kənd Tam Orta Məktəbində ucaldılan büstü önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər. Tədbir Qubadlı rayon polis şöbəsində davam etdirilib. Qubadlı rayon polis şöbəsinin rəisi Əhməd Nəcəfov məruzə ilə çıxış edərək tədbiri açıq elan edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmana əsasən 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Qeyd olunub ki, ən müasir infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin, qanunların qorunması üzrə peşəkar kadr korpusuna malikdir. Vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsində, cinayətkarlığa, transmilli mütəşəkkil kriminal ünsürlərə qarşı mübarizədə barışmaz mövqe tutan daxili işlər orqanları hər zaman vəzifə borcuna sadiq qalıb. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov 2 iyul Azərbaycan Polisi Günü münasibəti ilə bütün polislərin peşə bayramını təbrik edib. Müstəqil dövlətçiliyimizin qorunmasında, ölkəmizdə sabitliyin təmin edilməsində Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan polisinin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Bugün də Prezident İlham Əliyev polis işçilərinə diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısının həyata keçirdiyi hər tərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Tədbirdə rayon polis şöbəsinin rəis köməkçisi Qalib Əhmədov, Daxili İşlər Naziri Vilayət Eyvazovun şəxsi heyəti və polis veteranlarını təbriki və şəxsi heyətdən bir neçə nəfərin mükafatlandırılması barədə əmr oxuyub. Çıxışlarda bildirilib ki, Azərbaycan polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, fəal polis nəfərlərinə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanlarını, keçmiş polis işçilərinə isə qiymətli hədiyyələr təqdim edib. Şəmstan Fikrətli Valid Bəxtiyaroğlu, bugün informasiya proqramı üçün.